Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Toyuq ciyarı qaymaqla. Yəni xamada çox gözəl olur. Bunun üçün bizə nələr lazım olacaqdır? Bunun üçün bizə deməli toyuğun ciyarıdır. Burada düzdür, indi ürəyi zad da var, edə bilərsiniz. Xırda doğranılmış soğan, yəni soğan lazım olur, yağ və xama. Təbii ki, duz yox, zövqə görə. İndi başlayırıq əziz izləyicilər bunları hazırlamağa. Deməli, götürürük tavamızı və içinə yağı töküb başlayırıq bunları hazırlamaq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi tavamızı belə qoyduq. İçinə yağımızı əlavə edirik. Biraz belə qatırıq ki, yağımız ərisin. Baxın, belə. Və yağımız əriyəndən sonra soğanımızı, ciyarımızı qoyacağıq və qovuracağıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi yağımız əridi, soğanımızı əlavə edirik. Ondan sonra isə ürək, ciyarı hamısını əlavə edib burada yaxşıca bişiririk. Baxın belə. İndi biz balaca belə qarışdırırıq ki, öz yağında pişsin və zövqə görə üstü otunu əlavə edirik. Kim istəsə qara, kim istəsə qırmızı. Biz də qara olmadığından qırmızı edirik hələ ki. Və duzunu. Əlavə edib yaxşıca qarışdırırıq. Və ağzını örtürük, bir də cavan xodda öz buğunda pişir. Deməli, əziz izləyicilər,